sakının ha, aramıza hansısa bir sapıqları, təkfirçiləri aranıza alasınız. Onların göz yaşlarına ürəyiniz yumuşala. Onların şirin və saxta danışıqlarına qulağınız açıla. Əsla və əsla mən sizi qardaşlar bu təhlükədən uyarıram. Cazibəli danışıqları aldanmayasınız. Osman radiyallahu anhunu öldürənlər, Peyğəmbər s.ə.v-in kürəkənini, 3-cü xəlifəni öldürənlər ayə oxuya öldürdülər. Əli radiyallahu anhu öldürənlər ayə oxuya öldürdülər. Bugün onların qanlarını ayələrlə halal eləyən xavaricilər, təkfirçilər sizin qanınızı halal eləməli ayələri ilə etsələr şaşırdıcı olmasın. Ona görə deməyin ki, filan təkfirçi deyirsiniz, təkfirçi deyil, ayə ilə, hədislə danışır. Onda o zaman elə çıxır ki, Osman radiyallahu anhunu, Əli radiyallahu anhu öldürən xavaricilər də onda o zaman haqq üzrə idi. Biz ayəni oxuyaraq onu öz istəyimizə görə şərh edə bilməzik əhli sünnə olaraq. Bir ayəni deyəcəksə, onu sahabələrin, tabeinlərinin şərhi kimi izah etməyə məhkumuq. İzah etməkdir bizim yolumuz. Əksi təqdirdə bunu siz xavariclərdə görməzsiniz. Biri oturub bir insanı kafir görərkən ayət gətirər, üzərində də istədiyinə hökmü qurar və insanları da ona dəvət eləyər. Bunlar hər yerdə müsəlmanları darmadağın elədilər. İraqda, Suriyada, Yəməndə, daha öncə Çeçenistanda, Somaliyada haraya girdilərsə müsəlmanları bir-birinə qırdırdılar, qanlarını tökdürdülər. Kafirlərdən öncə müsəlmanları qırdırdılar. Mənim istərsən rafizi olsun, xarici əqidəsində olsun, Gulət-ü Sufi olsun, hansı pis təriqətin sahibi olursa olsun, bu cür insanları mən çoxsunu görmüşəm. Və bu insanları fark etmək üçün öncə səndə bir oput, sonra səndə bir elm, sonra bir təcrübə olmalıdır ki, bu təhlükələri görəsiniz. Ona görə mən sizi uyarıram.